Təbii ki, ən böyük Tədbirdə əvvəlcə Gənclər və İdman naziri Fərid Qayıbov qonaqları salamlayıb. Nazir 2025-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini vurğulayıb və bu münasibətlə idman ictimaiyyətini təbrik edib. Daha sonra ilin ən yaxşıları mükafatlandırılıb. Belə ki, ilin ən yaxşı kişi məşqçisi Qarabağ klubunun çalışdırıcısı Qurban Qurbanov seçilib. Qadın judoçulardan ibarət millimizin çalışdırıcısı Amina Abdillatif də ilk sıranı tutub. İlin ən yaxşı kişi idmançısı Yunan-Roma güləşçisi Həsrət Cəfərov, ən yaxşı qadın idmançısı güləşçi Jalə Əliyev olub. 2025-ci ilin ən yaxşı qeyri-olimpiya növləri üzrə idmançısı adına qadın karateçi İrina Zaretska sahib çıxıb. Parajudoçu İlham Zəkiyev ən yaxşı paralimpiyaçı adına layiq görülüb. Milli komandalar səviyyəsində kişilərdə mini futbol yığmamız, qadınlarda isə 3-3-ə basketbol seçməmiz 2025-ci ilin ən yaxşı milli komandası seçilib. Geridə qoyduğumuz ilin ən yaxşı komandası mükafatlarına kişilərdə Qarabağ Futbol Klubu, qadınlarda Azərreyl Voleybol Klubu layiq görülüb. Bu il həqiqətən Azərbaycanda idman ili oldu. Elə cənab nazir də fikirlərini bildirəndə say olaraq da 2000-nə qədər səhv etmirəmsə bu qədər medal qazanıb idmançılarımız və onlara bir Azərbaycanlı kimi təşəkkürümü bildirirəm və onların hər birini təbrik edirəm, onlara uğurlar arzulayıram. 2025-ci il bizim üçün çox uğurlu olan 2024-cü ildən sonra, Olimpiya oyunları ilindən sonra bir keçid ilidir. Bizim üçün daha çox bizim 2028-ə hazırlığının əsasını qoyduğumuz il idi. Yəni bu baxımdan ümumilikdə götürəndə ili yaxşı qiymətləndirik. Sevindirici haldır ki, güləş üzrə həm böyüklərdən ibarət, həm gənclər, həm də yeniyetmələrdən ibarət komandalarımız Avropa çempionatlarında, dünya çempionatlarında yüksək nəticələrlə xalqımızı qürurlandırdılar. Xüsusilə son dünya çempionatında böyüklərdən ibarət yığma komandamız dünya ikincisi oldu. Düzdür, xırda da olsa uğurlarımız oldu. Özüm haqqında nə deyərdim, 9-cu dəfə Avropa çempionu Tiflisdə. Sentyabrın 20-si silahlı qüvvələrimiz o suverenimizi bərpa olduğu gün idi. Həmən gündə himnimizi sədalar altı 3 rəngli bayrağımızı ucaltmaq doğrudan çox şərəf verici, qürurlu anlardır. Və inşallah gələn il çox lisenziya xarakterli yarışlarımız artıq başlayır, reyting xarakterli yarışlar başlayır. Bütün Azərbaycan idmançılarına uğurlar arzu eləyərdim. Azərbaycan bayrağı daim zirvələrdə olsun. İlin mükafatçıları arasında CBC Sport komandası da yer alıb. Belə ki, 2025-ci ilin ən yaxşı media qurumu nominasiyasında CBC Sport ikinci olub. Televiziyamızın əməkdaşı Arifə Lətifova isə televiziya üzrə ən yaxşı idman jurnalisti adına layiq görülüb. CBC Sporta, rəhbərliyimizə və çalışdığım kollektivə təşəkkür edirəm. Bu təkcə mənim uğurum yox, hər birimizin uğurudur. Çünki hər süjetin, hər reportajın, hər canlı yayımın arxasında bir komanda işi dayanır. Ona görə də üzərimdə əziyyəti olan, zəhməti olan, məni öyrədən, yönləndirən və dəstək olan hər kəsə təşəkkür edirəm. Yadda hangi işimiz kaldı derseniz Azerbaycan Premier Ligası'nın her bir maçı, voleybolda çektiğimiz her bir maç, basketbolda çektiğimiz her bir maç ve en hırda çekilişini yapardığımız her şey yadımda hepsi. Çünkü hepsi birbirinden aziz. Böyle de devam edeceğiz. Qeyd edək ki, Azərbaycan Judo Federasiyası ilin ən yaxşı federasiyası, 3-cü MDB oyunları isə ilin ən yaxşı tədbiri seçilib. İlin ən yaxşı